Əvvəlcə dövlət himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Elm və Təhsil Nazirliyinin rəhbər şəxsləri və nümayəndələri, Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən peşə təhsili müəssisələrinin direktorları və direktor müavinləri iştirak edib. Konfransda 2022-2025-ci illər ərzində peşə təhsili sahəsində əldə olunan nəticələr təqdim edilib, görülən işlərin təhlili və mövcud təcrübə əsasında yeni dövr üçün çağırışlar müzakirə olunub. Konfransın növbəti sessiyalarında müzakirələr təşkil edilib, iştirakçılar arasında peşə təhsili sisteminin inkişaf prioritetləri, əmək bazarının tələblərinə uyğun kadr hazırlığının gücləndirilməsi, idarəetmənin optimallaşdırılması və tədrisin keyfiyyətinin artırılması istiqamətləri üzrə praktiki təkliflər və mövcud çətinliklərlə bağlı fikir mübadiləsi aparılıb. Paytaxtda, Bakı-Abşeron ərazisində və həmçinin ölkənin digər regionlarında, Cəlilabadda və digər regionlarda bu yeni peşə təhsili infrastrukturları tikilib istifadəyə verilmişdir. Bu da təbii ki, yalnız maddi-texniki infrastrukturun təkmilləşməsi deyil, həmçinin peşə təhsilinin keyfiyyətinin yaxşılaşması deməkdir eyni zamanda. Paralel olaraq yeni peşə təhsili müəssisələrinin tikintisinə, yenidən qurulmasına paralel olaraq bizdə mövcud peşə təhsili müəssisələrinin cari və əsaslı təmirinə həyata keçirilməsi, eyni zamanda aidiyyatı müəssisələrdə kadr hazırlığı aparılan ixtisaslar üzrə yeni emalatxanaların tikilib istifadəyə verilməsi də bu da yaxşı xəbərlərdən biridir və konkret nümunə olaraq qeyd etmək gərəkirsə, 2025-ci ilin sonuna qədər biz artıq 21 yeni emalatxananın qurulmasını və istifadəyə verilməsini biz nəticə olaraq qeyd edəcəyik. Rahim Əkrəmoğlu, Atabey Səyyad, Elşad Eydurov, NTV Xəbər, Bakı. 2025-2026-cı tədris ili üçün ümumi qəbul planı 32.627 olaraq müəyyən edilmişdir.